Dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün sizlərlə birlikdə aldığım çox gözəl, çox şirin və qiymətləri də çox münasib olan əşyalarımı göstərəcəm. Bizdə 2 nəfərin ad günü idi. Bir sinif yoldaşım idi, bir də xalam qızı. Xalam qızının hədiyyəsini bugün verəcəm. Əslində ad günü birinci gündür, 28 may. Sinif yoldaşımın ad günü isə 11 may. Ona görə hədiyyələr almışam. Gəlin başlayaq. Mən bunları bir yana töküm, sırayla sizə göstərəcəm. Dostlar, baxın, bunlar hədiyyədir. Bunlar 10 qəpik, bunlar 20, bunlar da 10. Dostlar, görün nə qədər kart almışam. Bunu balaca qardaşım almışam. 2 dənə Blackpink, 2 dənə Brawl Stars, 2 dənə də Sanrio kart. Bunları da 8 qəpik almışam, baxın. Kartlarda 20 qəpik. Baxın dostlar, 1 manata bunu almışdım. Bunu da göstərmək istədim. Bunda 70 qəpik almışam. Bu çox gözəldir və çox yumuşaqdır. Baxın bu qabı. Belə. Çox şirindir. Sonra baxın 80 qəpiyə bu bloknotdan almışam. Belə qız giydirməcədir. Və arxalarında belə yerlər var. Çox şirindir. Sonra baxın dostlar, 90 qəpiyə bu bloknot almışam və bunun kitab aralığı da var. Baxın belə. Dostlar, baxın belə bir skot almışam. Əslində lentdir, nə bilim nədirsə. Bu sinemadır. Bunun kromisi də var idi. Mən burada deyil. Yəqin o tərəflərə qoymuşam. Belə. Sonra baxın belə bir mamelodili kitab aracığı. Bundan bəlkə xalam qızına da verdim. Bu 80 qəpikdir belə. Çox şirindir. Belə. Özümə belə bir pozan aldım. 25 qəpik. Özümə belə şeylər aldım. Bunları da göstəreyim. Baxın. Belə bir 4 dənə bundan. Bunlar 20 qəpik aldım. Sonra bir dənə bundan aldım. 3 dənə bundan. 2 dənə deyəcəyim. 2 dənə də bundan. Belə bir dənə də sinemalı kart qab aldım 1 manata. Və dostlar, əlavə olaraq bunları çatdırmışam. Taksizlər, kartlar. Neyse dostlar, videom bu qədər. Sağ olun. Like atıp abone olmayı unutmayın. Sağ olun.